belə sevirəm, ay elə ölürəm. Mənim üçün bu sözlər yabandır. Bu sualın biraz bəlkə sizin üçün çətin olacaq, amma məncə verməliyəm. Elə bir məqam olur ki, o bədbəxtliyi sən qəbul eləməlisən. Nələr yaşandı o xəbəri eşidərkən və necə qalib gəldiniz o kədərə? Bu mənə birinci zərbə oldu həyatımda. Ən birinci və ən ağır zərbə. Bu ömrü yenidən yaşamaq istəməzdim. Xoş gəldiniz Təranə xanım. Xoş gününüzə gəlin, çox Təşəkkür sağ olun. edirəm ki, dəvətimi qəbul edib indi bax fotostudiyasına təşrif buyurun. Sağ olun, var olun. Çox böyük məmnuniyyətlə dəvətinizi qəbul elədim. Hətta sevindim. Həmişə sevinəsiz. Çünki bu kanalı mən çox sevirəm. Bugün sizinlə biz bir xanımın həyat hekayəsinə söykənəcəyik. Öz arzularını bilən və onun arxasıca gedən, öz sevgisinə sadiqliyi ilə seçilən, öz hisslərinə və heysiyyatına bələd olub onu hər zaman yüksək tutan bir Azərbaycan xanımı var qarşımda və illərini, ömrünü sənətə, səhnəyə fəda edən bir insansınız. Hər birimizin ömür kitabı uşaqlıq illərimizlə başlayır. Təranə xanım, siz keçmişə boylananda necə bir uşaqla, necə bir təranə ilə rastlaşırsınız? O sizə nələri pıçıldayır? Mənim uşaqlığım o qədər gözəl keçib. Ən gözəl illərim yəqin ki, uşaqlıqla bağlıdır. Mənim o qədər gözəl hafizəm var idi o vaxtı. Mən hətta lap kiçik vaxtlarım yadımdadır. Lap yaş yarımlıq, 2 yaşım, 3 yaşım, bağça illərim, məktəb illərim, hamısı göz önümdədir. Unutmamışam mən onları. Uşaqlığımı yada salanda mən özümü ya oynayan, ya oxuyan görmüşəm. Musiqi içində böyümüşük biz uşaqlar. Biz 4 uşaq idik, 3 bacı, 1 qardaş. Gecə olanda mən çarpayımda vurnuxurdum, gözləyirdim atamı. Ki atam gələcək, mənə şokolad gətirəcək. Bax, ev dolu idi, konfetlə, şokoladla, hər şeylə. Amma mən xüsusi gözləyirdim ki, atam mənə türkü şokolad gətirəcək. 2 də şokolad ovucuma basırdı, mən tez yumurdum, lap yarı yuxuda olsaydım. Ovucumu möhkəm sıxırdım. Səhərəcə bax belə ovucumda şokoladlar yatırdım. Səhər durub çarpayımda o əzilmiş şokoladları yeyirdim. Həm sevilə-sevilə, həm də sevinə-sevinə böyümüsünüz. Uşaqlıq çağlarınız qayğısız ötüb. Mənə maraqlıdır, bu qədər övladına düşkün bir ata, valideynlərin əhatəsində böyüyən bir qızcığaz özünü nə vaxtdan tanımağa, dərk eləməyə, anlamağa başladı və bu anlam sizi səhnələrə apardı. Mən fikirləşmirdim ki, mən müğənni olacağam, heç vaxt. Böyüdükcə məktəbə getdim. Məktəbdə də o qədər aluda oldum ədəbiyyata, humanitar elmlərə, deməli, tarixə, rus dilinə, Azərbaycan dilinə, alman dilinə, o qədər aluda oldum, o qədər sevdim ədəbiyyatı ki, mənə elə gəldi ki, mən ədəbiyyatçı olacağam, yazar olacağam. Asla-asla başladım şeirlər, məqalələr yazmağa. Ondan sonra gizlin-gizlin Pioner qəzetinə yollayırdım yazdıqlarımı. Bəzilərini bəyənib çap eləyirdilər. Bax, belə mənim uşaq illərim keçdi. Həyat yoldaşınızın Eyvaz Həsənovun yazdıqlarını gördükdən sonra siz öz şeirlərinizi gizlətdiniz. O yazmağın başını atdınız. Bəli. Və indi soruşsam ki, öz şeirlərinizdən, öz qələm təcrübələrinizdən yadınızda qalan var, əminəm ki, yox düşəcəksiniz.
Yox, yadımda qalan olmayıb. Amma Eyvaz müəllimin yazdığı şeirləri Onların hamısını xatırlayırsınız. əzbər bilirəm. Hamısını yox, bəzisini əzbər bilirəm. Bilirsiniz, o tamamilə bambaşqa bir insan idi. Elə bil ki, yer adamı deyildi. Göydə uçan, pərvazlanan bir insan idi, bilirsiniz. Demərəm ki, sentimental idi, həm realist idi, həm də böyük duyğu ilə yaşayan insan idi. Bir də ki, bunun çox istedadları vardı cürbəcür. Həm rəsm çəkirdi, həm şeir yazırdı, həm tar çalırdı, tar məktəbində bitirmişdi. Həm oxuyurdu, xanəndəlik. Hamısı bir yerdə idi bunlar. Bu ümumiyyətlə başdan ayağa həm savadlı idi, həm də istedadlı insan idi. Amma şeirləri çox gözəl idi. O mən şeirlərini oxuyandan sonra mən öz cızmaqaralarımı itirdim, belə çırdım, attım, heç ona demədim ki, mən yazıram. Məsəl üçün, istəyirsiniz birini mən bir nümunə deyə bilərəm. Onun yaxın dostu var idi, Əli Kərim, bizim görkəmli şairimiz. Əli Kərimin ölümünə yazdığı şeiri oxuyacağım sizə. Ölüm yaxşılara qıymayaydı kaş, zəhləm gedir onun qurd xislətindən. Bilsəydi ki, kimi aparır qardaş, ölüm də ölərdi xəcalətin. Saçın ilandı, Oğlan oğlan bu ad yalandı. ay qız qaşın kamandı. Oğlan oğlan bu da yalandı. Ay qız bəs nə deyim ki, sözüm gəlsin sənin xoşuna. Ay qız bəs nə deyim ki, sözüm gəlsin sənin xoşuna. Oğlan oğlan sen diyen olmaz. Eleşme gelsen boş boşuna. Oğlan oğlan sen diyen olmaz. Eleşme gelsen boş boşuna. Qayğısız və gözəl illərdir uşaqlıq çağlarımız. Hatırlayarkən üzümüzə bir təbəssüm qonur. Bəzilərimiz başqa cür yaşasaq da, bir çoxumuz xoşbəxt anlarımızı daha çox xatırlayırıq o illərə məxsus. Tərənə xanım, mən sizin yaşadıqlarınızı vərəqləyərkən, xatirələrinizi oxuyarkən, müsahibələrinizi dinləyərkən, həqiqətən də bir Azərbaycan xanımının obrazı canlanır. Çətinliklərə sinə gələn, yorulmayan və nə olursa olsun davam etməyi bacaran. Bu həqiqətən də bir xanıma xas olan, mənə elə gəlir, ən gözəl keyfiyyətlərdən biridir. Yəni mətinlik, dözüm, iradə və sadiqlik. Uşaqlıq çağlarınızı danışarkən də gözlərinizin içi gülür, təbəssümünüz üzünüzdə bir bəzəyə çevrilir. Amma bir an olur ki, deyirik, deyəsə mən artıq o çağlarla vidalaşıram. Sizin uşaqlığınızın son gecəsi nə vaxta təsadüf edir? Fəvvarələr meydanı ilə üzbəüz Araz kinoteatrının üstündə 5 mərtəbəli bir binanın 5-ci mərtəbəsində yaşayırdıq. Deməli, 5 dənə pəncərəmiz hündür, necə deyir, hündür otaqlar idi. 5 dənə pəncərəmiz bizim Fəvvarələr meydanına baxırdı. Elə Asaf Zeynallı da yaxın idi bizə. Otaqlarımızın biri, deməli, döşəmədən tavana qədər kitab rəfləri idi. Mən demək olar boş vaxtlarımda hər səhər daxil olurdum o otağa, başlayırdım oxumağa, kitabları çözələməyə. Hansı kitab xoşuma gəldi, başlayırdım oxumağa. İnanın mən axşam çıxırdım o otaqdan. Elə yeməyimi də, necə deyərlər, çayımı da köməkçimi, Zibə yaxud anam yanıma gətirirdi. Hüzuruma gətirirdi. O qədər məni belə, bilirsiniz, ərköyün böyüdürdülər. Bir məni yox, elə 4 uşaq, 4-ümüz də ərköyün böyümüşük biz. Bu minvalla 10 il keçdi. 10-cu sinifin deməli axırıncı günləri idi. Mən hazırlamışdım ağ önlüyüm, ağ bantlarımı. Asılqandan asılmışdı ki, sabah axırıncı zəng idi. Axırıncı zəngdə biz
artıq məktəblə vidalaşmalıyıq. Fikirləşirdim ki, dostlarıma qoşulub, uşaqlara qoşulub, bulvarda gəzintiyə gedəcəyik, orada musiqi səslənəcək. O vaxtı belə idi də. Bütün məktəblər hamısı axırıncı zəngdə bulvarda görüşürdülər, uşaqlar hamısı. Belə oldu ki, sabahsı gün mənim anam rəhmətə getdi. Bu mənə birinci zərbə oldu həyatımda. Ən birinci və ən ağır zərbə. Mən bu zərbədən necə çıxacam, mən bilmirdim. Mən, deməli, həmin il ali məktəbə daxil olmalıydım. Fikirləşirdim ki, şəhadətnaməmi də verim musiqi kollecinə, fortepiano üzrə, fortepiano sinfinə daxil olum. Çünki mən məktəb illərində 7 illik fortepiano sinfini bitirmişdim. Ona görə asosiyalıya mən rahat daxil ola bilərdim. Özdə pis də çalmırdım. Normal bir, necə deyərlər, tələbə idim. Bax, bu ağırlıq düşdü mənim çiynimə. Həmin ili mən bitirdim də məktəbi. Biraz keçdi. Deməli, iyul ayı gəldi. İyul ayında mən şəhadətnaməmi, 8 illik şəhadətnaməmi götürdüm. Getdim Asaf Zeynallıya, fortepiano şöbəsinə sənədlərimi verməyə. Gördüm ki, gecikmişəm. Yer dolub. Fikirləşdim, durdum orada sakitcə. Neyniyim, nətəri eləyim. Gördüm ki, müdür keçir orada. Azər müəllim. Qızım, burada niyə dayanmısan? Dedim, mən gecikmişəm. Bəs hansı fakültəyə daxil olmaq istəyirdin? Dedim, fortepiano. Dedim, bəlkə sən xanəndəliyə gedəsən. Belə baxdı. Dedi, mən bilən sənin səsin olmalıdır. Belə üzümə baxdı, dedi. Bir, nədir, gəl, dedim, xanəndə yox, vokala gedə bilərəm. Çünki mənim, necə deyərlər, səsim vokal səsidir. Özü səsim var idi. Mən uşaqlıqdan oxuyurdum da. Öz fəaliyyətdə də iştirak etmişəm. İştirak etmişəm. Tez çağırdı Əhməd Bakıxanovu. Ondan sonra Adil Babayev var idi. Tar şöbəsinin müdürü. Onu çağırdı. Məni imtahan elədilər. Elə həmin, görün bir qismətdir. Ona görə deyirəm ki, təsadüf yoxdur, zərurət var. Onlar məni yoxladılar. Əhməd müəllim dedi ki, bu qız, necə deyərlər, xanəndəliyə yaramasa da, amma vokala yarayar. Azər müəllim dedi ki, birisi Əhməd müəllim, vokalda bu cürə qızlar çoxdur. Mən istəyərdim ki, bu qız məhz xanəndəliyə daxil olsun, siz də onu öyrədin. Rus dilində təhsil alan bir qızcığaz üçün bu biraz çətin olacaqdı. Çünki orada qəzəlləri, muğamları oxumaq, öyrənmək, dərk etmək lazım idi. Tamam yeni bir səhifə idi bu sizin üçün. Muğamı heç mən qavramırdım, başa düşmürdüm. Nəinki mən muğam oxuya bilirdim. Amma məcbur elədilər ki, sən burada oxumalısan. Dərslər başladı, mənim başım qarışdı, özü çox xeyirliyə qarışdı. Mənə bir balaca təkan oldu ki, mən yenə başlayım gülməyə, yenə başlayım, necə deyərlər, necə övqatım gözəlləşdi. Müəllim verdilər bizə, Nəriman Əliyev. Çox güclü müəllim, çox, bilirsiniz, o qədər məsuliyyətli. Mənə elə gözəl dərs dedi ki, gördü ki, mən biraz zəifəm, gündə mənə dərs təyin elədi, kamança da gəldi, tarlar da gəldi ki, mənə təkan olsun. 4 aydan sonra birinci imtahanlar idi, bir dənə mən 5 aldım qızlardan. İnanın ki, belə, nə bilim, mən özüm də bilmədim ki, necə mən bunu qavradım, necə mən bunu oxudum.
uşaqlığınızın son gecəsi ki var idi, yaşadınız və ondan sonraki müəyyən hadisələr də özünü göstərdi. Sizdə sanki bu sahəyə daha çox sarılıb, daha çox vaxt sərf edib, enerji sərf edib sanki həyata tutunurdunuz. Hə, ki həyat qığılcımı olsun məndə. Ki nəyə görəsə yaşayım. Çünki mən anamı o qədər sevirdim. Bilirsiniz, heç mən anasız bir dəqiqəmi təsəvvür eləmirdim. Anam da bir ədəbiyyatçı idi, ədəbiyyatı gözəl bilən idi, universitetdə işləyirdi. Nə deyim, mən elə bil ki, dağ uçdu arxamdan, mən anamı itirəndə. Qəribədir, bütün sevdiklərinizlə siz həyatınız boyu sevdiklərinizlə sınanmısınız. Həyatım boyu ilə sevdiklərimi itirmişəm, bax belə. Nə deyim, Allah sonundan xeyir eləsin. Nə bilim. Tərənə xanım, mənim üçün siz biraz əvvəl də dedim, sədaqətinizlə, duyğularınızla və öz hisslərinizə olan hörmətinizlə fərqlisiniz. Bu, hər xanıma xas olan, qismət olan bir yazı da deyil, bir xarakterdir. Yəni, dünəninə bağlı olmaq, həyat yoldaşını nəhayətsiz sevmək və bu sevgi azalmadı. Tanrı sizi ayırsa da, yollarınızı başqa istiqamətlərə bəzən yönəltsə də, problemlər yaşasanız da, cismən bir yerdə olduğunuz vaxtlarda və ayrıldığınız anlarda belə sizin içinizdəki o sevgi qığılcımı, istək, hörmət dəyişmədi. Bilirsiniz, əgər o mənim sənətimdə olmasaydı, bəlkə də belə bağlılıq olmazdı. Çünki məni onun bir cismani sevgisi yox, məni onun sənəti də bağlayırdı. Ondan sonra onun xasiyyəti də, onun bilirsiniz davranışı da, bilirsiniz necə deyim sizə, belə Sizə olan münasibəti, həyata yanaşması. Mən sevgi haqqında təsəvvüratım biraz özgədir. Mən bunu dəfələrlə demişəm intervyularımda, yenə deyirəm, sol gözünü necə sevə bilərsən, sağ qolunu necə sevə bilərsən. Bu sevgi deyil, bu bilirsiniz, bu artıq mənəm. Bu bilirsiniz, mən ki bunsuz necə yaşaya biləm? Sol gözsüz, sağ qolsuz, bax belə. Çətin olar. Yaşayarsınız amma çətin olar. Bax belə. Bu mənada deyirəm. Ona görə ki, bilirsiniz, ay belə sevirəm, ay elə ölürəm. Mənim üçün bu sözlər yabandır. Onda belə deyək də, Təranə xanım üçün sevgi qarşısındakı insanı özü bilməkdir. Bəli. Özünün bir parçası hesab etməkdir. Bəli, bəli. Cismani yoxluq belə buna kar deyil. Bəli. Mən bilirsiniz, əgər məsəl üçün, bax, hətta dostumu da, evladımı da, məsəl üçün, rəfiqələrimi də, bütün yaxınlarımı, qohumlarımı da, əgər özüm bilməsəm, mən o dərəcədə sevə bilmərəm. Bu sualın biraz bəlkə sizin üçün çətin olacaq, amma məncə verməliyəm. Bax, həyat yoldaşınızla qarşılaşdınız, bir yola qədəm qoydunuz, xoşbəxt illəriniz oldu, 10 ildən çox bərabər yaşadınız, xoşbəxt qadın idiniz, xoşbəxt ana idiniz və hər zaman qaynananızı çox böyük sevgi ilə xatırlayır, ifadə edirsiniz. Onun sizin yanınızda necə olmasına, sizə dəstək durmasına, onun özü də çox gözəldir. Səhnədə də bir idiniz, evdə də bir idiniz. Həyat sizi bir bütün halında sanki elə tamaşaçılara da təqdim edirdi. Amma ayrılıq öz sözünü dedi, gözləmədiyiniz anda. Sözsüz. Bunu necə öhdəsindən gələ bildiniz? Nələr yaşandı o xəbəri eşidərkən və necə qalib gəldiniz o kədərə? Mən sizə bir şey deyim, mən bu cür düşünürəm. Xoşbəxtlik bədbəxtliyin antonimudur, düzdürmü? İnsan xoşbəxt olur,
xoşbəxtlik andır. Bir an o xoşbəxtlik gələndə sən uçursan. Ruhunun bir hissəsi uçur göyə, nirvanaya. Sən xoşbəxtsən. O xoşbəxtlik bir an olur. Ondan sonra vərdiş gəlir. Sən o xoşbəxtliyə öyrənirsən. Öyrənirsən, o xoşbəxtlik sənə artıq xoşbəxtlik gəlmir. Adi bir hal kimi gəlir. Çünki əgər sən o xoşbəxtliyə öyrənməsən, əgər Allah Taala sənə səbir verməsə, necə deyərlər, vərdiş verməsə, sən o xoşbəxtlikdən də dəli ola bilərsən. Eyni şey, onun antonimu bədbəxtlikdir. Bədbəxtlik də üz verəndə insana, hər bir insana bu xasdır. Deməli, elə bir məqam olur ki, o bədbəxtliyi sən qəbul eləməlisən. Sən qəbul elədikcə Tanrı sənə səbir verir. Öyrənirsən sən o bədbəxtliyə. Gözlerin aldı beni, kemende saldı beni. Git, gitme gel güzelim, git, gitme gel. Gözləriniz dolur və mən bu yerdə istəyirəm ki, sustuğunuz məqamları, duyduğunuz anları, yaşadığınız həyatı gözünüzün önündən keçirdərək onu bir nəğməyə çevirəsiniz. Mən biraz çətin oldu. Biraz sonra eləyək də onu. Necə istəyirsiniz? Olar, hə, biraz sonra. Hələ nəğməli deyiləm. Gəlin o zaman nəğməni yox, onun monoloqunu dinləyək. Sizin üçün həyat nədir sualına o monoloqda cavab verin o zaman. Həyat? Həyat haqda filosoflar çox yazıb. Ən önəmlisi budur ki, filosoflar deyir ki, həyat olumla ölümün arasındakı məsafədir, ya da gəzintidir, belə də deyirlər. Amma mən deyərdim ki, olumla ölüm arasındakı təlatümlü, mübarizli, riyakarlıqlı, ondan sonra necə deyim sizə, istili, soyuqlu, dərdli, qubarlı və yaxud ağrılı, acılı və mübarizli bir yoldur. Hərdən Tanrı öz, necə deyərlər, sevgisini, öz sevincini çiləmək şərti ilə. Bax, budur həyat. Ne gözəl dediniz. Tərəli xanım, yaşayarkən, yaşlanarkən insan nələrsə qazanır, nələrsə itirir, nələrsə anlayır və bunların hamısı bir təcrübədir. Yaxşı ki varam cümləsini Təranə xanım necə tamamlayar? Yaxşı ki varam çünki... Yaxşı ki varam, çünki nəğmələrim var, çünki məni sevənlər var, mənim pərəstişkarlarım var, mənim evladlarım var, mənim gözəl dostlarım, mənim gözəl rəfiqələrim, gözəl qohum-əqrəbəm, yan-yörəm, insanlarım var, mənim ünsiyyətdə olduğum gözəl insanlar var. Yəni, insan nə ki o biraz əvvəl bir paralel apardınız, yaşadığı xoşbəxtliklər, yaşadığı bədbəxtliklər və öyrəşdiyimiz məqamlar, anladığımız nüanslar. Nəticədə biz xoşbəxt olmağı bacarırıq. İnsanın deyəsən xisləti belədir. Xoşbəxtlik bilirsiniz, özünlə, kəndinlə, yəni ətraf mühitlə harmonik bir vəziyyətdə olanda sən xoşbəxt olursan. Özünü də buna yönəldə bilərsən.
Ətraf mühitdən asılıdır. Vəssalam. Amma o xoşbəxtlik də uzun sürmür. Uzun sürən heç nə yoxdur. Materiya həmişə Hər şey dəyişir. Hərəkətlərdə həmişə hər şey dəyişir, bəli. Elə Amma olur. mənə elə gəlir ki, insanın xislətində o bəzi məqamlar var ki, biz ona xarakter deyirik. Mənə elə gəlir xarakter dəyişmir. Yəni Xarakter heç vaxt dəyişmir. Sadiqlik Xasiyyət də dəyişmir. sizdə. Amma bilirsiniz belə atalar sözü var, deyir ki, əməl əkərsən, xasiyyət biçərsən. Xasiyyət əkərsən, taleyini biçərsən. Gözəl Taley nədir? Taley xasiyyətdir də. Xasiyyəti əkib taleyini biçirsən. İnsan var ki, əyilə bilir. İnsan var ki, necə deyərlər, bucaqları yumşalda keçə bilir. Amma insan var ki, onu bacarmır. Düz, necə deyərlər, pioner kimi insanlar var. Məsəl üçün, onlar üçün həyat çətindir, sözsüz ki. Təranə xanım, bəs həyatınızda dəyişmək istədiyiniz məqam var, keçmişinizə dair. Əlinizdə olsaydı, mən bu xatirəni beynimdən, zehnimdən silərdim. Mən silməyə bacarıram. Bacarıram. Lazım olmayan şeyləri silirəm. Sözsüz ki, səhvsiz insan yoxdur. Hər insan həyatında səhv də eləyir, səhvini düzəldir də, düzəltmədiyi səhvlər də var. Sözsüz ki, amma ki, bu ömrü yenidən yaşamaq istəməzdim. Yürüyüşüne gelmişem seni yüzünden görmüşem gözünden bir dayanmaz dileden bir dayanmaz eşkinle değildir rüya şadlan seni rüya sevenleri O sevinclə bahəm ağır yükləri də yenidən çəkməyə ürək tab gətirərmi? Ona görə necə var elə qalsın. Gözəl qadınsınız, gözəl anasınız, gözəl nənəsiniz. Amma dünənizə boylananda bir valideyn kimi özünüzdən razı deyilsiniz. Niyə razı deyiləm? İndiki halımdan razıyam. Bilirsiniz, cavanlıq belədir ki, biz bir dəqiqə, mən deyəndə biz deyirik də, biz bir dəqiqə bir yerdə bərqərar olmurduq. Biz həmişə ya qastrollardaydıq, ya konsertlərdəydik, ya necə deyərlər, ev şənliklərinə də hərdən bir yolumuz düşürdü. Yəni ki, bizim boş vaxtımız yox idi. Mənim evladıma, mən baxmamışam uşaq vaxtı, mənim evladıma mənim qaynanam baxıb, mənim qaynım baxıb, qaynımın həyat yoldaşı baxıb və qaynımın uşaqları baxıb. Mən bunu heç vaxt itirə bilmərəm. Bilirsiniz, mən yaxşılığı həmişə hafizəmdə saxlayıram. Hətta pisliyi də unutmuram açığı. Amma necə deyərlər, unutmuram, bağışlayıram. Bağışlamağı bacarıram. Siz mənə sual verdiniz ki, məsəl üçün bağışlamaq, bağışlayırsınızmı? Mən hamını bağışlayıram. Mənə çox pislik edənləri də bağışlayıram. Yəqin o biraz əvvəl dediyiniz silə bilmə qabiliyyətidir bu. Hə, bağışlayıram. Niyə bağışlayıram? Mən insanları 3 yerə bölürəm. Bilirsiniz, aciz adamlar, ağlı olmayan adamlar qisas alır. Ağıllı adamlar bağışlayır. Müdrik adamlar unutur. Mən bağışlayıram. Amma unutmuram.
bağışlama bacarıram. Çünki mən bilirəm ki, heç vaxtı buynuzsuz qoçun qisası buynuzluda qalmır. Həyat elə mürəkkəbdir ki, elə dəqiqdir ki, necə ki, günəşli al gündüzlərdən sonra qaranlıq gecələr gəlir. Qaranlıq gecələri yenə al gündüzlər əvəz edir. Dünya tarazdır. Nə qədər yaxşılıq var, o qədər pislik var. Hər şey yerini tutacaq. Kim kimə pislik edib, o pisliklə qarşılaşacaq. İnancdır saçarsan ucuna değme. Başını uca tut, düşmene eğme. Sen bir Türk kızısan, yad onu giyme. Sen ah bizimsen, ay sarı gelin. Sen ah benimsen, ay sarı gelin. Sizinlə söhbətə doyum yoxdur, amma vaxt öz sözünü deyir. Mən istəyirəm sona yaxın səsinizin avazını eşidək. Nə tez oldu Həyatınızı sonra. nəğməyə çevirin. Çox danışacaqdım. Mən istəyirəm sizi dinləyim. Bu dünya bir kızıl közeye benzer. Soyu gah şirindir, gah acı zehir. Ey felek ömrümü sen verme bana. Ey felek ömrümü sen verme bana. Ey felek ömrümü sen verme bana. Onsuz da her gelen kalmaz dünyada. Ömrünüzü bax, bada vermədiniz. Yaşadınız, yaratdınız. Sevimimizə çevrildiniz, doğmamız oldunuz və biz bugün də sizi dinləyirik. Bəzən ifadə edə bilmədiyimiz duyğuların səsinə çevrilirsiniz nəğmələrinizlə, avazınızla. Mən təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz. Ona son sözünüz nədir? O mənim üçün mənim pasibanım, mənim varım, məni yaradanım, məni insanlardan çox sevənim, Tanrımdır. Ona mən rahibəm, beşikdən qəbir evinə qədər. Qəlbinizin dərinliyini bizə açdığınız üçün və duyğularınızı, hisslərinizi bu qədər gözəl, səmimi ifadə etdiyiniz üçün bir daha təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Siz saydınız, seçdiniz məni, dəvət etdiniz bu gözəl verilişə. Daha doğrusu bu gözəl məclisə mən deyərdim. Təranə, bir avaz, musiqi. Əslində deyirlər, insanın ismi onun taleyini təyin edir. Bəli, bəli. Və o öz adını, qismətini, taleyini yaşadı əslində. Nə olursa olsun, oxudu, yaşadı, yaratdı və biz bugün onu dinlədik, ona qulaq asdıq, onu duyduq. Görüşmək ümidi ilə.